Salam əzizləyicilər, deməli bugünkü qonağımızdan bir yəndə gördüyünüz kimi BMW fondu. Video çəkən yoxdur, hamı işləyir, hamı məşğuldur. BMW fondu avtomobildə askı sistemində problemlər var. Deməli, girək altına. Bu avtomobildə nədir problem? Ay. Görürsən? Mostus butulkaları var burada. Mostun butulkaları. Bu mostun butulkalarını dəyişəcək inşallah. Yenisini əvəz edəcək. Mostun butulkasında çatlar var. Bilməm videoda görsənir yoxsa yox. Bax. Bakın burada çatlar var, cırıqlar var. Bu da sabah üçün böyük problem yarada bilər. Ona görə də mostun butulkalarını dəyişəcək. Bundan əlavə olaraq avtomobil sahibinə də bayaq bildirdik ki, burada karterdə yağ axıntısı var. Bundan əlavə olaraq motor paduşkası buraxıb, gördüyünüz kimi təmiz oturub motor paduşkası. Motor paduşkalar da dəyişilməlidir ki, mühərrikə sonradan sirkələnmə verməsin. Karterdə yağ var. O da aradan qalxmalıdır. Bir də arxa salikdə problem var. Burada yağ axıntısı var. Bütün problemləri inşallah vaxtı ilə zamanla aradan qaldıracaq inşallah. Təşəkkürlər, izləmədə qalın.